Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Sizlərlə mənəm Rövşən Məzizadə və Bağım Əmlak Agentliyi olaraq bugün sizə Mərdəkanda Qoşaqala restoranının qarşısında 27 sot torpaq sahəsinin üzərində şəxsi istifadə üçün inşa edilmiş bu gözəl, belə fərqli üslubda olan bağ evini sizə təqdim etməyə gəlmişəm və nəzərinizə çatdırıram ki, o bəzən olur, bizdən geniş bağ evi istəyirsiniz ki, ağacı olsun, gəzmək olsun. Bu bağ evi sizin üçün çox əla bir təklifdir. Mən hal-hazırda evin qarşısındayam və keçirik evin arxa hissəsinə. İstəyirəm ki, həyətdən sizə ətraflı məlumat verim və nəzərinizə çatdırım ki, bağ evinin təkcə torpağı 800 min manat edir. Start qiymətimiz isə 1 milyon 270 min manatdır. Real alıcılara endirim olunacaq. Hava küləkli olmasına baxmayaraq istədim sizə tam ətraflı bir təqdimat edək. Evimiz 5 otaqlıdır. Evin daxilindən sizə video təqdim edəcəm, amma bu villanın bağçası məni çox xoşuma gəldi. Baxın, evin arxasında bizim istirahət zonamızdır. Çox geniş bir istirahət zonasıdır. Burada hovuzdur, belə bir filtrli hovuzdur və arxa tərəfdən birbaşa olaraq zaldan çıxan belə bir terasımız da var ki, istədiyiniz vaxt orada gününüzü keçirdə bilərsiniz. Fərqli bir xüsusiyyətli də ondan ibarətdir ki, baxın, burada belə bir gözəl açıq havada kinoteatr ediblər, yəni proyektorunuzu qoşursunuz və baxırsınız. Və nəzərinizə çatdırıram ki, ərazi çox prestij bir ərazidir. Ətrafda elit qonşuluq formalaşıb və bu ərazilərin ilbəil torpağın qiyməti yüksəlir, araşdıra da bilərsiniz. İndi mən sizə burada balıq sevənlər üçün belə bir süni bir göl düzəltib sahibi və meyvə ağacları əkilib. Baxın, bu hissədə meyvə ağacları əkilib. Həyətin avtomatik suvarma sistemi var, çox rahat. Burada bizdə barbekü zonadır. Həyət o qədər genişdir ki, istəsəz burada bir idman meydancası da edə bilərsiniz, futbol meydancası. Bu videonu həsr edirəm bağ sevənlərə, çünki burada ağaclar, tut ağacları, Bakı bağlarını xatırladan çox elementlər var. Və relaks güşələr burada çoxdur. Evin qarşısında da bizdə fire seat var, onu da göstərəcəm. Lakin istəyən yoldaşlar bu söhbətgahı da camlı şüşələrlə bağlaya bilər və bütün fəsillərdə oradan istifadə edə bilərlər. Və evin qarşısındakı hovuzu sizə bir daha göstərirəm və bizim burada bu fire seat alov alanıdır. Ətrafında döşəkçələrdə əyləşib. Yaz aylarında, payız aylarında xüsusən öz özəlliyi var. İndi isə evdən mən sizə video təqdim edəcəm və ev haqqında da məlumat verəcəm. Evə daxil oluram və ev haqqında sizə məlumat verirəm. Bir daha bildirmək istəyirəm ki, ev şəxsi istifadə üçün inşa edilib, hətta zirzəmisi də var. Keçirik evə. Deməli, dəyərli izləyicilər, evə daxil olan kimi bizi belə bir geniş bir dəhliz qarşılayır və burada çox maraqlı bir proyekti var. Belə bir gizli qapılarla sağ istiqamətimizdə evin ümumi hamam otağıdır, sanitar qovşağı. Sol istiqamətdə həm buranı kabinet kimi edə bilərsiniz, eləcə də yataq otağı kimi nəzərdə tutulub. Evimiz açıq zal studiyadır. İstəyən yoldaşlar onu bağlaya da bilər. Və burada nə yaxşıdır ki, bu zal studiyadan birbaşa olaraq bayaqki sizə vurğuladığım terasa çıxışdır. Çox gözəl görüntüsü var. Bir daha vurğulayıram, nadir hallarda belə bir geniş bağçalı həyətlər olur. Baxın, yəni ev qismən artıq əşyalıdır. Yəni burada yumşaq mebel quraşdırılıb. İndi isə ikinci mərtəbəyə qalxırıq. Belə bir maraqlı bir pləkanımız var. İkinci mərtəbədə də bizi dəhliz qarşılayır. Və ikinci mərtəbədə mənim ən çox xoşuma gələn buradakı kiçik eyvandır ki, vaxtaşırıq burada da gününüzü keçirdə bilərsiniz. İndi isə bir-bir sizə otaqları göstərirəm. Yataq otaqlarıdır. 4 yataq otağımız var. Əsas master yataq otağını sizə göstərirəm. Artıq gördüyünüz kimi mebelləri quraşdırılıb və daxilində özünə məxsus olan hamam otağı var. Çox işıqlı otaqlardır. İkinci mərtəbə üçün nəzərdə tutulmuş ümumi hamam otağını göstərirəm. Və bir daha sizə vurğulayıram ki, gəlib canlı baxmağınız tövsiyə olunur. Və beləliklə, dəyərli izləyicilər, çəkilişimiz sona çatır. Gördüyünüz bağ evi 27 sot torpaq sahəsində inşa edilib. Mən tam ətraflı məlumatları QR kodda burada yerləşdirirəm.
Zəng edin, əlimizdən gələn köməkliyi sizə edək. Unutmayın, bağımaz sizin etibarlı seçiminizdir. Özünüzə yaxşı baxın, görüşmək ümidi ilə.